Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bir müddət öncə müğənnilər Manaf Ağayev və Nəfəs arasında yaranan Şahnaz muğamı ifa etmək qalmaqalına meyxanaçı Akşin Fatihdə daxil olub. Xəbər verilir ki, Akşin Manafın fikirlərinə irad olaraq video müraciət yayımlayıb. O bildirib ki, Manafla üz-üzə görüşəcək. Deyir ki, Akşinə Şahnaz muğamı oxuturacağam. Əgər mənə bunu edə bilsən, sənə səhərə qədər əruz vəznində meyxana dedizdirərəm. Yaşın sənətin var, dediklərinə hörmətlə yanaşdım. Biraz gözlədim. Bu, verilişdə başından yuxarı danışdığın sözün cavabı idi. Mənimlə işi olacaq deyib, başqa tərzdə danışmaq istəyir. Zəng etdim özünə. Efirdə qalmaqala çevirməyə ehtiyac yoxdur. Dedim, niyə elə danışmısan? Mənimlə nə işin var? Mənə deyir ki, verilişdən olan kadrları montajlar kəsib doğrayıb göstəriblər. Yəni ki, yanlış anlaşılma olub. Dedim ki, bu məsələni görüşüb həll edək. Bir də efirə kimsə bu barədə danışıb müzakirə etməsin. Manafla iki kişi oturub üz-üzə söhbət edəcəyik. Xatırla ki, Manaf Ağayev qatıldığı verilişdə Nəfəs muğam oxusa, mən sənddən gedəcəyəm. Akşinə də mən muğam oxutduraram sözlərini söyləmişdi.